Respublikası kimi bir adlar versəydik, bugün biz Azərbaycanımızın digər hissəsiyle özümüzü ayırmalı olacaqdır. Bugün deməyəcəkdik biz 60 milyonluq Azərbaycanlıyıq, Azərbaycan Türküyük. O zaman deyəcəkdik ki, biz 10 milyonluq Xəzərliyik, yaxud da nə bilim Şirvanlıyıq və s. və axır. Yəni bu böyük bir fəlsəfədir. Məhəmməd Əmin Rəsulzadə təkcə bir cumhuriyyət qurmadı, həm də bütün bir Azərbaycanın ideyasını yenidən alovlandırdı. Yəni ad çox şeydir. Biri var insanlara verilən ad, biri var dövlətə verilən ad. Dövlətə verilən ad bugün gördüyümüz kimi, yəni müxtəlif əqidəli insanlar, siyasi, fəlsəfi anlamda ancaq Azərbaycan adı bizi birləşdirir. Azərbaycan adı təkcə siyasi əqidələrə görə deyil, dini baxımdan da, digər anlamlarda da biz birləşdirir. Yəni bu ad dinindən, irqindən, cinsindən asılı olmayaraq doğrudan da böyük bir mahiyyət daşıyır. Və bunun fəlsəfəsini çizən Məhəmməd Əmin Rəsulzadə, mən düşüncəmə görə Məhəmməd Əmin Rəsulzadə ilə Azərbaycan Cumhuriyyəti adından ekvivalentdir. Yəni Azərbaycan demək Məhəmməd Əmin Rəsulzadə deməkdir. Əlbəttə biz Məhəmməd Əmin Rəsulzadənin Gəncliyə xitabətində də dediyi kimi, biz son dövrlərdə biraz zəiflədik. 1828-ci ildən sonra Türkmən-Çay müqaviləsindən biraz zəiflədik. Ancaq biz bayrağımızı yerə qoymadıq. Biz vaxtilə o bayrağımızın ki, üç rəngli bayrağımız ki, bu və ya digər anlamda Qızılbaşlar, Bayandurlular, Baharlılar, Səlcuqlar, Midyada və başqaları daşmışdır. Biz üç rəngli bayrağımızı yenidən başımızın üzərinə qaldırdıq. O üç rəngli bayraq əslində bizim gələcəyimizdir, bütövlüyümüzün gələcəyidir. Türk dünyasında iri olmağımızın gələcəyidir. Ne olursa olsun,